Salam herkese. Bu videodaki mövzumuz 6. sınıf İngiliz dili sayfa 29. Around the World Science. Dünyada təbiət elmləri. Tips for a Healthy Diet. Sağlam pəhriz üçün ipuçları. Eat natural food. Təbii qidalanın. Natural food is all around us. Fruit, vegetables, eggs. Təbii qida hamısı bizim ətrafımızdadır. Meyvə, tərəvəzlər, yumurtalar. They've got a lot of nutrients and keep us healthy. Onlarda çoxlu qida dəyəri var və bizi sağlam saxlayır. Be careful with oil, salt and sugar. Yağ, deməli, duz və şəkərlə diqqətli olun. They help make food delicious, but remember to use them in small amounts. Onlar yeməyi dadlı eləyir, amma onları kiçik ölçüdə istifadə edin. Be careful with processed food and avoid ultra-processed food. Deməli, emal olunmuş qida ilə diqqətli olun, ehtiyatlı olun və avoid, yəni kənarlaşdırın, özünüzdən uzaq tutun. Həddən artıq çox emaldan keçmiş, emal olunmuş, çox işlənmiş qidalardan uzaq durun. Processed food has got ingredients that are not good for us. Həmin bu, deməli, işləmdən keçmiş qidaların tərkibində elə, deməli, ingredientlər var ki, tərkibində onlar bizim üçün sağlıqlı deyil. Look at some examples. Bəzi nümunələrə baxın. Eat at regular times with company. Bir yəni kompaniya içində bir neçə şəxsə, yəni birlikdə konkret vaxtlarda, müntəzəm vaxtlarda yeyin. Biri belə deyir, biri belə deyir. It's important to eat slowly in a quiet place and don't check your cell phone. Sakit bir yerdə telefona baxmadan asta yemək daha yaxşıdır. Also, it's always more fun to have meals with family, friends or classmates. Həm də ailə ilə, dostlarla, sinif yoldaşlarla birlikdə yemək daha maraqlıdır, əyləncəlidir. Eat a variety of food. Fərqli yeməklər yeyin. Add color to your plate. Öz boşqabınıza bir rəng qatın. Make sure that you always eat some carbohydrates, protein, fruit and vegetables every day. Əmin olun ki, siz hər gün deməli biraz karbohidrat, biraz protein, meyvə və tərəvəz yeyirsiniz. Karbohidrat uşaqlar nədir? Bu çörək filan, lobya, noxud və s. Protein zülallı ətlərdə, yumurtalarda, süd məhsullarında olur və bəzi tərəvəzlərdə olur, lobya kimi. Digərləri isə məlumdur, meyvə və tərəvəzlər. Variety is good for you. Fərqlilik sənin üçün yaxşıdır. Have a meat-free day. Ətsiz bir gün olsun. How often do you eat meat? Sən deyir, nə vaxtlar, ümumiyyətlə, yəni nə vaxtda ət yersən? It's not healthy or necessary to eat meat for every meal. Hər yeməkdə ət yemək nə sağlıqlı deyil, nə də vacib deyil. How about being vegetarian for one day a week? Bir gün, həftədə bir gün vegetarian olmaq necə bir şeydir? Look at the infographic and write the correct option in your notebook. Bax və doğru variantı dəftərinə qeyd et. It's short and informative. Qısa və məlumat xarakterlidir. Yes, budur. It's long and it tells a story. Uzundur və hekayə danışır. Xeyr. Read the text and listen. Fruit and vegetables are healthy, very true. It's positive to eat a lot of oil, salt and sugar.
Çoxlu yağ yemək, duz, şəkərdən istifadə etmək yaxşıdır, xeyr, elə bir şey demədi axı. Aha, my eyes are on you. Chicken nuggets are an example of ultra processed food. Chicken nuggetslər uşaqlar çox xoşlayır. Yəni bu deyir ultra processed fooddur. Həddən artıq işləmdən keçmiş qidadır, bəli. Görürsünüz, cədvəldə orada veriblər. Yazırıq ki, yes. Eating with a friend is good for you. Dostumla yemək yaxşı. Truedur, bəli, doğrudur. Dostumuzla yemək bizə xoş təsir bağışlayır. Eating different types of food isn't good for you. Fərqli tip yemək yemək sənin üçün yaxşı deyil. Xeyr, yaxşı idi dedi. Bura false. On a meat-free day you can eat chicken. Ətsiz gündə deyir toyuq yox, xeyr. İnşallah bu t-dır. Aha. Read about the eating habits of 6 different people və 6 fərqli adamın yediyi habitlərə, yemək vərdişlərinə baxın. Və onları 1-dən 6-ya qədər olan ipuçları ilə uzlaşdırın. I usually have salad, rice, beans and chicken for lunch. Bu o variety deyiləndir, 5. Aha, bəli, 5 uyğundur. I never drink soft drinks or eat chicken nuggets. Mən heç vaxt deyir ki, soft drink nə idi uşaqlar? Yumuşaq içkilər var belə. With orange flavor, yəni təbii olmayan içki. Mən deyir, heç vaxt bunu içmirəm. Bu 3-ə uyğundur. Chicken nugget da ultra processeddir. Onu deyir, avoid eləyin, özünüzdən uzaqlaşdırın. I never use my cell phone during meals. Mən heç vaxt yemək vaxtı telefondan istifadə etmirəm. Bu 4-ə aiddir. Və deyir, don't check your cell phone. 4-ə aiddir bu. I don't add salt to my food. Baxaq, deyir, mən yeməyimə salt əlavə eləmirəm. Saltı duz barədə, yəni hansında danışmışdı. Baxaq, be careful, 2-dən danışmışdı. Sonra I don't eat meat on Mondays. Bu da sonuncuya aid idi. Deyir ki, bir dənə ətsiz bir gün olsun. I always include fruit and vegetables in my meals. Mən həmişə deyir, yeməklərimə food and vegetables əlavə eləyirəm. 1-dir bu da. Mətndə olan sözlər. Uyğunlaşdırın deyir. Then match with 80 in your notebook. Vegetables are healthy. Aha, deyir ki, tərəvəzləri yaxşıdır. They are good for your body. Bəli, deyil. Mike and Lucas avoid ultra-processed food. Mike və Lucas deməli, emal olunmuş qidalardan, çox işləmdən keçmiş qidalardan uzaq durur. They don't eat chicken or fish on this day. They try not to eat chicken nuggets. Anna and Louisa eat slowly. Anna və Louisa asta yeyirlər. They take 45 minutes. Deməli 45 minutes. 45 dəqiqə vaxt ayırırlar. Təsəvvür edirsiniz. 3B. The Taylors don't eat meat on Thursdays. Taylor ailəsi cümə axşamı günləri ət yemir. They don't eat chicken or fish on this day. Onlar həmin bu günü nə ət, nə toyuq, nə də balıq yemirlər. Nə toyuq, nə də balıq yemirlər. Aha, C. Do you think that it's a good idea to have a meat-free day every week? Səncə deyir, ətsiz, həftədə bir gün ətsiz keçirmək yaxşıdırmı? Why not? Yaza bilərsiniz ki, məsələn, I think yes, it is
It is good to have a meat-free day once a week. Haftada bir dəfə. Nəyə görədir? Why? Because, məsələn, our body needs to rest. İstirahət eləməlidir, məsələn. Siz də bir şeylər yaza bilərsiniz. Uşaqlar internetdə məlumat əldə edib də əlavə edə bilərsiniz. Amma düşünmürəm ki, bunu müəllim sizdən dərinliyinə kimi soruşur. What Mediterranean countries are in the video? Videoda hansı aralıq dəniz ölkələri var? Say two foods that you see. Gördüyünüz 2 dənə qidanın adını yazın və ya deyin. Baxaq. The Mediterranean diet. This is Sardinia, Italy. Aha, deyir ki, aralıq dənizi diyetası, pəhrizi. And this is Ikaria, Greece. A lot of Deməli, hansı ölkələri dedi? Italy. Biri İtaliya idi, biri də Yunanistan. Greece, Yunanistan. people on these islands live to be 100 years old and more. How Deyir ki, bu adalarda yaşayan insanların çoxu 100 ildən çox yaşayır. do they do it? Onlar bunu necə edirlər? Maybe it's the Mediterranean diet. The Mediterranean bu Aralıq dənizi pəhrisinə görədir. Mediterranean Sea is in the south of Europe and the north of Africa. Other countries Bu deməli Mediterranean nə dedi? when they finish, they often stay at the table to talk. Aha. Deməli deyir ki, Aralıq dənizi pəhrizi sənin nə yeməyin deyil, necə yeməyindən asılıdır. Bu insanlar deyir əsasən birlikdə, ailə ilə birlikdə yeyirlər, orada süfrədə söhbət eləyirlər bir-birləri ilə. And laugh and digest their food. Söhbət edirlər, gülürlər və s. And after a long, relaxed lunch, people often have a siesta. It's Və adətən deyir ki, insanlar yeməkdən sonra siesta İspaniyada əsasən olur, başqa ölkədə olduğunu bilmirdim. Siesta elə bil ki, saat 4-dən 5-dən sonra yatmaq idi təxminən. İspanlar mütləq bu yuxunu alırlar. very healthy to rest after a big meal. Böyük yeməkdən sonra onlar dincəlirlər yəni. What do you think? What can we learn from the Mediterranean diet? Deyir, sən nə düşünürsən? Biz bu diyetdən, pəhrizdən nə öyrənə bilərik? Hə, 2 dənə də yemək adı deyir çəkin. Məsələn, orada nə adı çəkdi yemək adlarından? Məsələn, olive oil, yəni zeytun yağı, tomato dedi. Bizdən ikisini istədik, ikisini də yazdıq. Look at the recipe. What is it for? Reseptə bax, nə üçündür? Complete the title in your notebook. Aha. Xüsusi toyuq və düyü yeməyi, yoxsa ki fish and fry special, xüsusi balıq və düyü yeməyi. Baxaq. 1 pot, bir qazan, preparation time 30 minutes, hazırlama vaxtı 30 dəqiqə. Tərkib 2 kök, 2 tablespoon, yəni tablespoon, xörək qaşığı of oil, salt, tablespoon. 2 dənə xörək qaşığı of oil, hə, elə biləm salt yazılır.
yağ. Hə, duz. Deməli 2 fincan düyü, 2də 1 soğan, 8 fincan su və toyuq. Knife, tablespoon, pot. Nələr lazımdır? Bıçaq, xörək qaşığı və qazan. Hə, uşaqlar, indi ikinci tapşırıqda da deyir ki, deməli, kitabın biraz başı ayağı biraz qarışıqdır. Niyə belə verirlər bilmirəm. Deyir ki, verilmiş başlıqlarla sözləri bura dolduraq. Məsələn, ingredients-i, yəni içindəkiləri özləri veriblər, tərkibi, yeməyin tərkibini. Hə, 2-yə başlıq qoymalıyıq. Bunlardan hansı uyğundur? Utensils, yəni mətbəx alətləri. Bu başlıq bura gedir. Hə, bunlar lazımdır, yəni alətlərdən və burada isə başlıq gedəcək. Deməli, instructions, yes, təlimat. Yəni nəyi necə elə, nəyi doğra və s. nəyi bişir və s. Okay. İndi burada bu sözləri qoymalıyıq. 4 dənə sözü. The carrots, onion and chicken are sold to the chicken. Aha. Deyir ki, kökü, soğanı və cücəni doğra, cut. Put the oil in a pot. Yağı deyir bir qazana tök and fry the for 5 and 6 fry qızart. Yer kökləri zen. Aha. Sonra da deyir ki, əlavə et düyü və soğanı. Fry them for 1 minute. Onları 1 dəqiqədə qızart. Next add the chicken and the water. Sonra isə cücə və suya əlavə elə. Cook, bişir 10-15 dəqiqə. Enjoy your meal. Nuş olsun. Aha. Deməli, bu nədən getdi söhbət? Bu oldu xüsusi düyülü, toyuqlu yemək. Yəni A variantı. Gəlin qulaq asaq. One pot chicken and rice special. Preparation time 30 minutes. Ingredients: 2 carrots, Aha. Buraya yazırıq ki, chicken and rice special. 2 tablespoons of oil, salt, 2 cups of rice, half an onion, 8 cups of water, chicken, utensils, knife, tablespoon, pot. Instructions: 1. Cut the carrots, onion and chicken. Add salt to the chicken. 2. Put the oil in a pot and fry the carrots for 5 to 6 minutes. 3. Then add the rice and onion. Fry them for 1 minute. 4. Next, add the chicken and the water. Cook for 10 to 15 minutes. Enjoy your meal. Aha. İndi də deyir ki, dəftərinizə yazın resepti. Choose a dish you like. Xoşladığınız yeməyi seçin. Collect information about the ingredients, utensils and instructions. Tərkibi, istifadə olunacaq mətbəx alətləri və təlimatları öyrənin. Find or draw an image to illustrate the recipe.
deyir ki, resepti təsvir etmək üçün ya özün tap şəkli, ya da özün çək. Write the first version of your recipe. Reseptinin birinci versiyasını yaz. Use vocabulary from the unit. Və buradakı sözlərdən istifadə et. Exchange your recipe with a partner and check their work. Yoldaşınla dəyiş, deməli, reseptləri. Use the checklist below. Aşağıdakı checklistdən istifadə et. Title varmı, başlıq varmı, clear sections, ayrı-ayrı bölmələr aydın verilibmi, tərkib isə, utensils, istifadə olunacaq mətbəx əşyaları, təlimatlar, bunlar ayrıca səliqəli, yəni verilibmi, bunlara qiymət qoyursunuz. Clear instructions in the imperative. Əmr cümləsi quruluşunda aydın təlimat. Practice extra. Deməli, əlavə practice. Description. Deməli, təsvir. My favorite food. Mənim sevimli foodum, qidam. My name is João and I'm from Recife in Brazil. Adım Joao'dur və mən Braziliyada Recife şəhərindənəm. Here are some photos of my favorite types of food. Və burada mənim sevdiyim bəzi yeməklərin şəkli var. I often have these on the weekend. Mən adətən bunları həftə sonu yeyirəm. My dad makes cheese bread for breakfast. Atam səhər yeməyi üçün pendir çörək hazırlayır. There is a lot of cheese in it. Onun içində çoxlu pendir var. It is excellent and I eat it when it's hot. Çox əladır və mən onu o isti olarkən yeyirəm. İsti yeyirəm yəni. I usually buy lunch from a food stand. Mən adətən günorta yeməyini, deməli, küçə yeməyi satılan elə bir yerlərdən alıram. Bizdə məsələn dönərxanalardır, dönərçilər olur. Onlar food stand sayılır. Ya qutab satanlar məsələn. There are a lot of them in my part of town, so it isn't difficult to find delicious food. Mənim yaşadığım şəhərdə, mən yaşadığım şəhərin bu hissəsində, yəni mən yaşadığım hissəsində onlardan çoxdur. Ona görə də dadlı yemək tapmaq çətin deyil. We often have chicken qsim. Biz tez-tez cücə, toyuqlu şimşim yemək yeyirik. Chicken şimşim oxunur. O çox faydalıdır. It's very healthy. It's chicken with rice and deməli, there are a lot of peanuts. Deməli, o düyülü toyuqdur və orada çoxlu nə olur? Fıstıq olur. Fıstığı. They are salty but they are great. Onlar duzludur amma möhtəşəmdir. I love chocolate balls. Mən şokoladlı topları xoşlayıram. I always buy them after lunch from Thiago stand. Mən onları tez-tez həmişə Thiago'nun köşkündən alıram. Thiago da yəqin oğlan adıdır. They are very sweet. Onlar çox şirindir. I love eating them with my hands. Mən onları əlimlə yeməyi xoşlayıram. But I can't eat more than 2 or 3. Ancaq 2 və ya 3 dənədən artıq yeyə bilmirəm. They are definitely my favorite dessert. Onlar əminliklə deyirəm ki, mənim ən sevimli desertimdir. Şəkillərə bax. What do you think the food is? Sizcə yemək nədir? Read their description and check. Okay. Deyir, burada sadəcə oxuyub tərcümə etməlisiniz uşaqlar.
Match topics A to D with paragraphs 1 to 4. Uyğunlaşdıraq. Desert 4 idi. Yəni A, bura getdi. A. Introduction, who you are, what the description is about. Özünü təqdim edirsən və sənin verdiyin təsvir nə haqqındadır, o barədə məlumat versən, bura gedir. Breakfast, səhər yeməyi C idi. Lunch isə, günorta yeməyi isə D idi. Okay. Find and underline examples of and, but, and, or in enjoy was description. Complete the information in the useful language box. Aha. Deyir ki, altından endlərin, uşaqları, batların, bir də and, but, bir də or. Altına xətt çəkin. Gəlin baxaq, and. Bunu özünüz də eləyə bilərsiniz. Cümlədə, mətnin içində axtaracaqsınız. And, but, bir də or. Onların altına xətt çəkəcəksiniz. Və deyir, we use to add similar information and-dən istifadə edirik ki, eyni tipli məlumatı əlavə edək. We use to contrast different information. Fərqli məlumat verəndə but. We use when there is a choice. Deyir ki, seçim olan yerdə də or işlədirik. Və plan a description of your favorite types of food. Özünüzün sevimli foodunuzun, yeməyinizin təsvirini planlayın. Take notes about where you get it from, what is in it and what it is like. Qeydlər aparın ki, siz onu hardan alırsınız, onun içində nələr var və nə cürdür. Decide what information to include in each paragraph. Və qərar verin ki, hər paragrafa, hər hissəyə nə məlumat əlavə edəcəksiniz. Use the information in exercise 2 to help you. Çalışma 2-dəki məlumatdan istifadə edin ki, sizə kömək olsun, yəni. Və write your description. Təsvirinizi yazın. Remember to include 4 paragraphs. There are countable and uncountable nouns and phrases from the useful language box. Və ora deməli 4 dənə abzasınız olsun. İçində countable, sayılan, sayılmayan isimlər olsun və useful language box var idi. Bu. Buradakilardan da istifadə edin. Yəni cümlələrinizə and, but, or əlavə edin. Check, yoxlayın. Do you introduce yourself and say when, how often you eat your favorite foods? Sən özünü təqdim etmisənmi və nə vaxtlar sevimli qidanı qəbul edirsən? Use adjectives to describe food. Yeməyi təsvir etmək üçün sifətlərdən istifadə etmisənmi? Say why you like each type of food. Və hər yeməyi nə üçün sevdiyini əlavə etmisənmi? Aha. Məsələn, belə bir yaza bilərsiniz ki, məsələn, plana uyğun özünü təqdim edirsən. Yes. Bəli, məsələn, belə. My name is, tutaq ki, name. Bilmirəm, bunu müəllimləriniz evə verəcək ya yox. My name is Shams, məsələn. Adım Şamsdir. Hə. And bura qoyaq. I love, məsələn, food.
Here are, məsələn, my favorite meals. Mənim sevdiyim yeməklər buradadır. Bu birinci abzası olsun, tutaq ki. İkinci abzası yazıram. For breakfast. Tutaq ki, səhər yeməyinə. I usually. Siz istədiyiniz yeməyi bura əlavə edə bilərsiniz uşaqlar. I usually eat eggs and cheese. Məsələn, əlavə edə bilərsiniz Azərbaycan mətbəxində nə olur uşaqlar? Səhərlər nə yeyirsiniz, nə bilim? Cheese with bread. Elə bunu da əlavə edə bilərsiniz. Bal çörək, nə bilim. It is delicious. Burada mən onun niyə sevdiyimi deyirəm. It is delicious. Birinci deyirəm nəyi yeyirəm, nəyə xoşlayıram. Sonra da niyə xoşlayıram. It is delicious and very fresh. Very healthy və ya çox sağlıqlıdır. I drink. Və burada da mən deyirəm ki, ya çay içirəm, ya da ki, süd içirəm. Bax, orada işlətdim. Or milk. Dəqiqə. Və sonra deyirəm ki, for lunch, günorta yeməyinə. Bu üçüncü abzasdır. Deyib dörd abzası olsun da. For lunch, I love chicken. Məsələn. Chicken and rice. Tutaq ki. Düyü xoşlayıram. Toyuq və düyü. I eat it at home with my family. I eat it at home. Evdə ailəmlə yeyirəm. With my family. It's my favorite meal because it is healthy. Eyni şey yəni. Niyə xoşladığımı deyirəm. Çünki dadlı və sağlıqlıdır. And tasty. Və gəldik dördüncü abzasa. Dördüncü abzasda da məsələn elə bayaq mətndəki kimi yazıram ki, for dessert. I like, nə xoşlasınız onu. Chocolate, məsələn mən yazıram ki, mən şokoladlı keks və ya tort xoşlayıram. It's very sweet. Very sweet. Amma mən onu hər gün yemirəm. But I don't eat it. Burada da batı işlətdik. Every day. Mən onu həftə sonları yeyirəm, tutaq ki. I eat it on weekends. Deməli, nə etdik uşaqlar? 4 dənə paraqraf yazdıq. Və hər bir paraqrafda sevdiyimiz, birinci paraqrafda özümü təqdim elədim. Yəni, məndən tələb olunan kimi. Yəni, sizdən də əslində. İkinci paraqrafda sevdiyim yeməkdən danışdım. Niyə onu sevdiyimi dedim. İçəri and əlavə elədim. Or əlavə elədim. Bunun deməli, yəni məndən tələb olunanlar nədirsə, uşaqlar. And, or, bunları əlavə elədim. Sonra bu üçüncü abzasımdır. Üçüncü abzasımda da
mən sevdiyim yeməkdən danışdım və onu nəyə görə sevdiyimi də vurğuladım burada. Və 4-cü abzasda da yenə həmçinin mən hansı yeməyi xoşladığımdan danışdım və niyə xoşladığımdan danışdım. Çox şirindir, ona görə xoşlayıram və tələb olunduğu kimi bat da istifadə etdim. Всё, bu qədər. Yəni siz də bu tipli bir dənə mətn yazırsınız və salam artıq, yəni mövzu nədir? Hazırdır. Və bu videoluq bu qədər uşaqlar. I'm very tired. Really I'm very tired. Özünüzə yaxşı baxın uşaqlar. Ümid edirəm sizə faydası toxunur. Kanala abunə olun. Videoları bəyənin, paylaşın. Have a good day. Goodbye.